26-28 may tarixlərində Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı haqda yayılan xəbərlər ictimaiyyətdə maraq doğursa da, bu reallaşmadı. Başqa tərəfdən, sözü gedən məsələ quru sərhədlərin açılması istiqamətində ilkin mərhələ adlandırılırdı. Vətəndaşlar bu tarixi ümid etsələr də, hələ heç bir rəsmi təsdiq və ya praktiki addım yoxdur. Qatar niyə fəaliyyətə başlamadı? İctimaiyyətə nə zaman aydın xəbər veriləcək? AK Partiya sədri Tural Abbaslı xatırladıb ki, bu barədə Gürcüstan tərəfi məlumat paylaşmışdı. Azərbaycan isə səssizliyini qorudu, nə təsdiq, nə də təkzib etdi. Ona görə də 26-28 may tarixlərində quru sərhədlərin açılmayacağı məlum idi. Bu, Azərbaycan Dəmir Yolları GSC-nin səlahiyyətində olan bir şey deyil. Məsələ ilə bağlı Nazirlər Kabineti qərar verməlidir. Çünki quru sərhədləri karantin rejimi səbəbilə bağlanıb. Bu müddət iyulun 1-nə kimi uzadıldığına və şərtlər qüvvədə qaldığına görə o vaxta qədər quru sərhədlərin açılmasından söhbət gedə bilməz. Tural Abbaslı qeyd edib ki, sərhədlərin tez bir zamanda, hətta gələn həftə açılması məqsədə uyğun olardı. Artıq yay ayları başlayır. Bu, həm qarşılıqlı turist axınını tənzimləyər, həm də kənd təsərrüfatı məhsullarının ticarətinə, kiçik biznesin fəaliyyətinə töhfə verərdi. Qadağanın götürülməsi iqtisadi fəallığa da səbəb olar. Bu istiqamətdə təhlükəsizlik məsələləri də vurğulanır. Hesab edirəm ki, müvafiq qurumlar bu təhdidlərin qarşısını ala biləcək gücdədir.